Salam, mən Göylər və Ayan. Mən Mehri Mustafazadə. Bugün biz sizlərə süni intellekt modelimizi təqdim edəcəyik. Layihəmizin adı gündəlik həyat parametrləri əsasında stressin süni intellektlə proqnozlaşdırılmasıdır. Və adından da göründüyü kimi bu layihənin məqsədi insanların gündəlik həyat vərdişlərinə əsaslanaraq onların stres səviyyəsini süni intellekt modeli ilə proqnozlaşdırmaqdır. Bu layihə ona görə yenilikçi sayılır ki, stres analizində eyni anda həm fizioloji, həm də emosional məlumatlardan istifadə edir. Tətbiq interaktivdir və istifadəçi real vaxtda öz stresini ölçə bilir. Layihədə həm maşın öyrənməsi, həm statistika, həm də psixoloji bilikləri birləşdirilmişdir. Tibbi və psixoloji qiymətləndirmələr üçün ucuz, sadə, rahat alternativ yaradır. Bu sistem yuxu müddəti, yuxu keyfiyyəti, fiziki aktivlik, ürək döyüntüsü, günlük addımlar, yuxu pozuntusu, sistolik və diastolik təzyiq, emosional mətndən istifadə edir, onları əmal edir və nəticədə istifadəçiyə aşağı, orta və yüksək stres səviyyəsi barədə məlumat verir. Və buyurun, bizdə orta risk yarandı. Və bu məlumatlar bir sıra qrafiklərdə nümayiş olunur. Gəlin bu qrafiklərə nəzər salaq. Birinci qrafikimiz prediction versus actual qrafikidir. Bu qrafik modelin proqnoz etdiyi streslə real stres dəyərlərini müqayisə edir. Nöqtələr diaqonal xəttə nə qədər yaxın olarsa, model bir o qədər dəqiqdir. Bu gördüyünüz PCA qrafikidir. Mətn məlumatlarının emosional tonunu iki ölçüdə göstərir. Stresli mətnlər bir bölgədə, sakit mətnlər isə başqa bölgədə toplanır. Bu qrafikimiz Model Comparison qrafiki adlanır. Bu model üç hissəni birləşdirir. Numeric Model MLP, yuxu, təzyiq, ürək döyüntüsü kimi rəqəmsal parametrləri analiz edir. Bu bizə orta nəticə verir. BERT Emotion Model istifadəçinin yazdığı qısa mətni emal edir və onun emosional tonunu müəyyən edir. Bu model Google tərəfindən yaradılmış və dünyada ən güclü tekst analiz sistemlərindən biridir. Bu bizə daha yaxşı nəticə verir. Üçüncüsü isə Fusion Layer. Hər iki modeli birləşdirir və yekun stres proqnozunu çıxarır. Beləliklə, sistem həm fizioloji, həm də emosional məlumatlardan istifadə edir. Bu isə ən real və ən düzgün nəticə verir. Bu gördüyünüz isə SHAP qrafikidir. Bu model üçün ən vacib parametrlər yuxu müddəti, ürək döyüntüsü, qan təzyiqi və emosional mətndir. Yuxu müddəti, yuxu əgər az olarsa, stres yüksək olur. Ürək döyüntüsündə nəbz yüksək olarsa, bu stres əlamətidir. Təzyiq, qan təzyiqində təzyiqimiz yüksək olarsa, stresdə artım olur. Emosional mətndə narahat, yorğun sözləri olarsa, bu stresi yüksəldir. Dediklərimizdən belə nəticəyə gələ bilərik. Bu layihə sübut edir ki, sadə gündəlik məlumatlar, yəni yuxu, nəbz, təzyiq, emosional təsvir, düzgün şəkildə birləşdirildikdə insan stres səviyyəsini çox yüksək dəqiqliklə müəyyən etmək mümkündür. Bəs bu sistem gələcəkdə necə bir faydası olacaq? Mobil sağlamlıq tətbiqlərinə inteqrasiya oluna bilər. İş yerlərində əməkdaşların psixoloji rifahını ölçmək üçün istifadə oluna bilər. Şagird və tələbələr üçün gündəlik stres, klinik psixoloqlara ilkin skrininq prosesində yardım, ağıllı saat və biləkliklərdə stres ölçümünü daha dəqiq edə bilər. Diqqətiniz üçün təşəkkür edirik.